Mateusz Koxanskinin Çempionlar Liqasında ən çox seyv edən 3 qapıçıdan biri olması və Halil Mustafazadənin son saniyə qolu Frankfurt Klubuna vəsiqəni gətirməsi, Neapolda o ağır zərbədən sonra Kevin Medina ayağa qalxıb İslamla oynamaq istəyirəm deməsi, Elvin Cəfərquliyevin Kopenhagen oyunun ən yaxşı olması, Marko Yankovic'in daşdan keçən ötürmələri, 5 gol, 2 asistdən Camilo Duran'ın Qarabağın qıratına çevrilməsi, görünməyən qəhrəman Pedro Vicaria'nın Benfica ilə görüşdə MVP olması, öz mövqeyində qayış kimi olan Mateus Silva'nın həm də 1 gol və 1 asisti, təsnifatda və liqa mərhələsində 6 gol vurub 3 asist edən Leandro Andrade'nin şücaəti, Abdullah Zubirin etdiyi kapitanlıq, Dastanın müəllifi isə qar suyunu qaynağa çevirən Seyrbaz Böyük Azərbaycanlı Qurban Qurbanov oldu.